Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım. Bugünkü videomuzda dostlar 3-cüdən zərbə, yəni kornerlərdən necə başlaya bilərsiniz, necə gol ata bilərsiniz bunları göstərəcəm. Video keçməmişdən öncə video like atıp kanalımıza da abunə olmağı unutmayın. Videomuza keçid edək dostlar. Bəli əziz dostlar, hal-hazırda gəldik ikili seçenek olan köşə vuruşuna. Bunu yerinə yetirdikdən sonra hal-hazırda gördüğünüz kimi David Beckham gəlir. Burada Figo boşda qalıb, Figo'ya və Piero'ya atırıq. Burada Pirlo buradan topu içeri ve Lewandowski de bu şekilde gol vurur. Yerlə küncdən vuruş. Yerlə küncdən vuruş etmək üçün baxın burada göstərmişəm. Gördüğünüz kimi qapının ağzında bir dənə oyuncumuz var, Robert Lewandowski. Onu atırıq və arkada qalan baxın boş oyuncumuza pası göndərir. O da dərhal qapıya doğru vurur. Burada deyə bilərsiniz ki, oyuncu bəs tuta bilər yaxındakı oyuncunu yaxud da ki uzaqdakı. Bunun için de ben burada göstermişim bakın. Burada gördüğünüz gibi hal-hazırda arkadaki oyuncu boşdadır. Onu atırıq ve o birbaşa qapıya bakın zərbə endirə bilir. Bir neçə örnəyimiz de var burada. Gördüğünüz gibi yine bakın arkadaki oyuncu boşdadır. Onu atırıq ve birbaşa qapıya vururuq. Bakın bu şekilde. Dəqiq orta gücdən zərbə. Bu gücdən zərbəni vurmaq üçün yenə bizdə Pirlo'dur. Və burada mən göstərdiyim istiqamətdə arkadaki oyuncu da eyni hizaya yatırır və göstərdiyim istiqamətdə sürüşdürürük. Bu cür bir orta açır və asan bir şəkildə gol olur. Hətta buradan biz Roberto Carlos'u da göstərək. Yəni o ayağı olmasa bu bir ayaqla da vura bilən oyuncu. Yenə baxın göstərdiyim istiqamətdə çəkirik və bu şəkildə də asan bir gol əldə etmiş oluruq. Tren və ceza sahası. Bunu etmək üçün göstərdiyim addımların hamısını yerinə yetirirsiniz buradan. Bu addımları yerinə yetirdikdən sonra ceza sahası kənarına çağırırsınız Figo'nu. Figo gəlir. Figo çox asan dönə bilən oyuncudur və qapı ağzına bir orta atır. Bu sayədə asan gol olur. Arka direk və yan çizgi. Arka direk və yan çizgidə etmək üçün yenə buradakı təlimatları yerinə yetirirsiniz. Yenə Figo gəlir, amma bu səfər top gəldiyi kimi orta atır, yəni saxlamadan və bu gol olur. Bəli dostlar, videomuzun sonuna gəldik. Ümidvaram ki videonu bəyəndiniz. Şərhlərdə növbəti videonun konsepti nə olsun deyə yazın. Mən də ona uyğun bir video fikirləşim hazırlayayım. Hamınızı çox sevirəm. Sağ olun.